Beğenin paylaşın. Elman Nəsirovun qızından açıqlama var. Yeni açıqlamadır. Bu barədə Axaras məlumat yayıb. Atam mənimlə maraqlanmadı, heç bir yardım etmədi deyə Elman Nəsirovun qızından açıqlama var. Atam Elman Nəsirovla bağlı video müraciətim gündəmə gəldikdən sonra hər hansı dəyişiklik olmadı. Bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, Professor Elman Nəsirovun ilk nikahından olan qızı Lalazar Əliyeva deyib. Atam mənimlə maraqlanmadı, heç bir yardım etmədi. Bir dəfə məni telefonun qara siyasından çıxartdı. Əlaqə saxlamağa çalışanda yenidən bloka saldı. 26 ildir necədirsə, indi də eyni vəziyyətdədir. Mənim sosial şəbəkədə olan video müraciətim boşuna getdi deyə deputatın qızı Lalazar Əliyeva bildirib. Qeyd edək ki, bir müddət öncə Lalazar Əliyeva Nəsirova mötərizədə sosial şəbəkədə çıxış edərək atasından gileylənmişdi. Əziz dostlar, dəyərli tamaşaçılar, yəqin ki, bu mövzu sizə tanışdır. Mənim bir sualım var. Elman Nəsirovun qızın açıqlamasını yəqin ki, baxdınız. Siz günahı kimdə görürsünüz? Yəni, o xanım müraciət etməli idi, etməməli idi, atasının karyerasını fikirləşməli idi. Karyerası deyiləndə atasının cəmiyyət tərəfində yəni açıqlamalarına görə cəmiyyət də tənqid edir. Bu tərəfdən də qızı tənqid etdi. Çox xahiş edirəm, sizin mövqeyiniz maraqlıdır. Bəyənin, paylaşın, rəy və təkliflərinizi də yazın. Hər halda mən düşünürəm ki, Elman Nəsirov elə etməməli idi. Əvvəla o xanımın müraciətinə ehtiyac yox idi. Müraciət edilmişsə də məsələ həll olunmalı idi. Növbəti bir xəbərimiz, əziz dostlar, Ramiz Mehdiyev ilə keçmiş Mədəniyyət Naziri Polad Bülbüloğlu arasında bir müqayisə aparılıb. Bunu kim aparıb? Rəşid Behbudovun kürəkəni. Eləmi? Bunu Rəşid Behbudov fondunun direktoru Kamil Şahverdi bildirib. Rəşid Behbudovun kürəkəni Sabiq Nazirə. Çox düşündüm, baş sındırdım ki, görəsən bunu danışdıran nədir? O, Facebook hesabında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Sabiq Mədəniyyət Naziri Polad Bülbüloğlu iradlarını qeyd edib. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində kinonu dağıdan Ramiz əmi ilə, yəni Ramiz Mehdiyev ilə Respublikanın bütün kinoteatrlarını, o dövrdə Azərbaycanda yüzlərlə kinoteatr var idi, satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə hədiyyə edən, Şıxovda, keçmiş SSR-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəli ilə eyni olan yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kətdə olan klubları, kitabxanaları rahatca həzm edib üstündən su içən, hələ üstəlik Azərbaycanda mövcud olan 5000-dən artıq kino nümayiş avadanlığını sehirli çubuğu ilə nazirliyin balansından sildirən, kinoprokrat kimi böyük bir strukturu ləğv edən, kinoprokat, daha doğrusu kinoprokat kimi böyük strukturu ləğv edən, kinoprokatın müdürünü işdən çıxara bilmədi deyə idarəni ləğv etdi. Əmlakını isə dırnaq sırasında spisat edən birinə nə düşüb görəsən kinoya pul ayrılmasının vacibliyindən danışır. Nəhayət ki,
Gecənin bu saatında başa düşdüm, yadıma düşdü ki, bir neçə gün bundan qabaq işbaz, Dəladuz oğru Svitkoy Azərbaycanla mədəni əlaqələrin yenidən qurulmasının mümkünlüyündən danışırdı. Ramiz əmi vurulandan sonra qeybət çəkilənlərə bir mesaj idi deyəsən. Bunlar da yavaş-yavaş baş qaldırmağa başlayıblar. Yəqin Moskvadan göstəriş gəlib. Başqa səbəb isə odur ki, gələn il millətimizi aşağılayan Qorxma Mən Səninlə filminin 3-cü hissəsini çəkmək keçir xəyallarından. Yenə bizim pulumuza bizi aşağılamaq istəyirlər. İnanın ki, bunları milli mədəniyyətimiz, incə sənətimiz, kinomuz, teatrımız, ədəbiyyatımız, musiqimiz, rəngkarlığımız qətiyyən düşündürmür. Yalnız və yalnız şəxsi maraq və Moskvadan gələn tapşırıq olanda səslər çıxır. Yoxsa bunu ahıl yaşına nə vecinər ki, gələnir kinoya pul ayrılacaq, yoxsa yox. Və əziz dostlar, bilirsiniz ki, demək, Polad Bülbüloğlu'ndan bir açıqlama vardı. Deyir ki, gələn il kinoya pul ayrılmayacaq. Polad Bülbüloğlu narahat olub belə bir ifadə səsləndirib. Gələn il üçün bizim kinomuza ümumiyyətlə vəsait ayrılmayıb. Bu büdcədə nəzərdə tutulmayıb. Bunun səbəblərini mən bilmirəm. Yəqin ki, Mədəniyyət Nazirliyinin və Maliyyə Nazirliyinin nümayəndələri, müavinləri bizə izah edəcəklər. Bunu Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu parlamentin bir neçə komitəsinin orta iclasında Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi müzakirəsi zamanı bildirib. Polad Bülbüloğlu qeyd edir ki, Azərbaycan kinosunun böyük ənənələri var. Dünyada səs salmış filmlərimiz olub, Arşın Malalarından başlayaraq Babəklə davam edən gözəl film nümunələrimiz var ki, bütün dünyada tanınır və Azərbaycan kino sənətini təmsil edib. Belə bir halda kinoya heç bir vəsaitin ayrılmaması çox ciddi təhlükə yaradır. Çünki kino elə bir istehsal ki, orada elə bir mütəxəssislər çalışır ki, onlar olmasa kino yaratmaq mümkün olmayacaq. Bunun üçün də bu sahəyə bircə büdcə ayrılması önəmlidir deyə komitə sədri Polad Bülbüloğlu bildirir. Və dostlar, Polad Bülbüloğlu'nun bu açıqlamasından sonra onu tənqid etdi kim? Rəşid Behbudovun kürəkəni və Rəşid Behbudov fondunun direktoru Kamil Şahverdi. İndi əziz dostlar, siz qərar verin, Kamil Şahverdi düz deyir, yoxsa Polad Bülbüloğlu düz deyir? Hansı düz deyir əziz dostlar? Çox xahiş edirəm, yazın, bəyənin, paylaşın. Tamaşaçılarımız görək nə yazırlar. Əziz dostlar, çox xəbərlər mən sizə təqdim etdim. Ara sıra sizin də mən çıxış rəylərinizə çalışıram, suallarınıza cavab verəm. Afət Ağaliyev və Günah ilə Nəsirovdadır. Doğma qızının halalı ilə maraqlanmayana millətin taleyi sərf etmir. Əraslı Məmişov, qəzaya düşən türk məhmətçilərimizə Allahdan rəhmət. Hörmətli izləyicilər, dəyərli tamaşaçılar, təyyarə qalmaqalı ilə bağlı Türkiyə mətbuatı da yazır, araşdırır, hələ bir nəticə ortaya qoyulmayıbdır, bilirəm. Tamaşaçılar çox narahatdır, izləyicilər çox narahatdır, suallar da gəlir, amma mənim xarakterimi də bilirsiniz, dostlar, mən bilmədiyim mövzu haqqında məlumatım olmadığı, dəqiq məlumatım olmadığı mövzu haqqında heç vaxt danışmaram. Versiyalar var, dünən də mən bu barədə danışmışam. Yəni, belə deyək də, elə Türkiyəli jurnalistin özü dünən bir yazı yazmışdı. Dövlətə yaxın bir saytın köşə yazarı. Orada qeyd edir ki, deyir, təyyarəmiz vurulubmu, qəza mı, nəmi? Və onu da qeyd edir ki,
Qafqaz regionu dünyanın ən narahat regionlarından, ən yox narahat regionlarından biridir. Çünki ən sözü qüvvətləndirir ziyadətdir dostlar. Yəni ən sözü deyəndə o cümləni qüvvətləndirirsən. Hər halda indi yalnız bunu mütəxəssislər bilə bilər dostlar. Nə olubsa içəridə olub. İçəridə, çünki qopmaların aşağı enən o hissələr ki var, düşən hissələrə baxanda silah yaxşı bərkidilməyə bilər, borta. Və bilirsiniz, mən indi nə deyim əziz dostlar, F-16 uçağını, texniki heyətini yığasan, elə bir 5 il bundan öncə təmirdən çıxmış 1955-ci il istehsalı olan təyyarəyə, bu da düz, bizim o Türkiyəli qardaşlarımız düzdür. İndi orada generalitet var, orada düşünən beyinlər var. İndi bəli, mən özümə deyirəm ki, yəni Aqil Aşovsan, o generallar qədər də düşünmürsən. Amma orada səhv yanlışdır. F-16 uçağının biliciləri, texniki baxışdan keçirdənlər, onun belə deyək də, ən savadlı kadrlar, zabitlər, sən yığ 1955-ci ilin C-130 təyyarəsinə və sonuncu dəfədə 5 il bundan qabaq təmirdən çıxıb, baxışdan çıxıb, bu düzgün yanaşma deyil. Biz diqqətli olmaq lazımdır. Özdə bu, dostlar, dəmirdir, imanı yox, dini yox, sən öl bilmir, mən öl bilmir, göydə 20 ton yüklə, 20 tonda yük götürür. İndi bilinmir, orada yükdən nə olub, bu bəlkə də onu da deyə bilmərik. İndi 20 ton olub, olmayıb. Dostlar, yəqin ki, bu barədə mən geniş məlumat verəcəm. İndi bəzi ekspertlər var, ağzına gələn danışır, bildiyi, bilmədiyi mövzulardan, amma Türk dövləti bu mövzunu araşdırır. Hər halda məlumat olan kimi mən sizə mütləq çatdıracam. Bəylər yazır, salam Aqil bəy, mən dərdim 2-mədəyim, 35 ildir mənə haqsızlıq olur. Qazi Quliyev bəylər Salyan rayonunda yaşayan. 070-739 48-48 zəyi, daha doğrusu mesaj yazın, problemimizi deyil, lazım olsa efirə qoşarıq. Əli Musayev 100% mən deyəndir yazıb.